Bismillahirrahmanirrahim. Bəqərə surəsi 6-7-ci ayələr. Ayələrin tərcüməsi. Həqiqətən küfr edənləri ilahi əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməyəcəklər. Allah onların ürəyinə və qulaqlarına möhür vurmuşdu. Gözlərinə isə pərdə salmışdır. Onları böyük əzab gözləyir. Ayələrin təfsiri. İkinci dəstə, inadkar kafirlər. Bu dəstə təqvalılara tam əks mövqedə durur. Bu iki ayədə Allah-u Teala onların xüsusiyyətlərini qısaca olaraq bəyan etmişdi. Birinci ayədə deyilir ki, kafir olub öz küfründə israrlı olanların Allahın əzabı ilə qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməyəcəklər. Birinci dəstə kafirlər haqqı görəcəyi təqdirdə onu qəbul etməyə hazır idi. Bu dəstə isə o qədər inadkardır ki, haqqı görsə də onu əsla qəbul etməz. Təqvalılara doğru yol göstərən Quran bu dəstəyə heç bir təsir qoymur. Quran ayələri onlara oxunsa da, oxunmasa da onlar üçün fərq etməz. Çünki ruhən haqqı qəbul etmək istəmirlər. İkinci ayədə isə bu azğın dəstənin inadkarlığının səbəbi göstərilərək deyilir ki, onlar inadkarlıqları ucbatından haqqı nadandan ayırt etmək qabiliyyətini itirmişlər. Buna görə də Allah-u Teala onların ürəyinə və qulağına möhür vurmuş, gözlərinə isə pərdə salmışdı. Beləliklə təqvalı insanlardakı Allahın nişanələrini görən göz, haqq sözü eşidən qulaq, həqiqətləri dərk edən qəlb bu dəstədə öz fəaliyyətini tamamilə dayandırmışdı. Ağıl, göz və qulağa sahib olsalar da, anlamaq, görmək və eşitmək qabiliyyətinə malik deyillər. Çünki pis əməlləri və inadkarlıqları bunun qarşısını almışdı. İnsan azdan olsa da bu mərhələyə çatmayınca hidayət oluna bilər. Ancaq bu mərhələyə çatıb haqqın nadandan ayırt etmək qabiliyyətini itirdikdən sonra daha onun üçün heç bir qurtuluş yolu qalmır. Çünki haqq yolunu tanımaq bacarığını artıq itirmişdi. Belə olan halda təbii ki, onları böyük əzab gözləyəcək. İnsandan haqqı nadandan ayırt edə bilmək bacarığının alınması məcburiyyət nəzəriyyəsinə səbəb olurmu? Burada ilk olaraq belə bir sual ortaya çıxır ki, yuxarıdakı ayəyə əsasən, əgər Allah-u Teala bu dəstənin ürəyinə və qulağına möhür vurmuş, gözlərinə isə pərdə salmışdırsa, onda belə çıxmırmı ki, onlar küfr içərisində qalmaqdan məcbur olmuşlar. Bu cür ayələr Quranın başqa yerlərində də gözə dəyir. Belə olduqda daha onları cəzalandırmağın nə mənası var? Bu suala Quran özü cavab vermişdi. O da bundan ibarətdir ki, onların küfr və azğınlıqda israrlı olması, ürək və qulaqlarına möhür vurulmasına, gözlərinə pərdə çəkilməsinə səbəb olmuşdu. Nisa surəsinin 155-ci ayəsində oxuyuruq. Bəli, küfrləri ucbatından Allah onların qəlblərinə möhür vurmuşdu. Başqa bir ayədə deyilir. Allah hər bir zülmkar təkəbbürlünün qəlbini belə möhürləyir. Ğafir surəsi 35-ci ayə. Digər bir ayədə isə belə buyurulmuşdu. Nəfsinin istəyini öz tanrısı edən şəxs gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa salıb, qulağını və qəlbini möhürləyib, gözünə də pərdə çəkib. Casiyə surəsi 23-cü ayə. Diqqət etirsəniz görərsiniz ki, bu ayələrdə insandan haqqın nadandan seçə bilmək qabiliyyətinin alınmasının müxtəlif səbəbləri göstərilmişdi. Bunlar küfür, təkəbbür, zülm və haqsızlıq, nəfsani istəklərə uymaq, haqqın qarşısında inadkarlıq etməkdən ibarətdir. Deməli, ürək və qulağın möhürlənməsi, gözə pərdə çəkilməsi insanın öz əməllərinin nəticəsidir. Ümumiyyətlə, insan yanlış bir iş görüb, həmin yanlışlığa davam edərsə, təbii olaraq tədricən həmin işə öyrəşəcək. Bu əvvəlcə qeyri-adi bir hal olsa da, sonradan adət halını alacaq. Daha sonra isə insanın əməllərinin ayrılmaz bir hissəsinə çevriləcək. Əlbəttə, insan bu yolu ixtiyari şəkildə seçdiyi üçün onun nəticəsinin də məsuliyyətini daşımalıdır. Burada hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Necə ki, məsələn, bir nəfər hansısa bir alətlə gözünü kör, qulağını kar edir. Nəticədə heç nəyi görmür, heç nəyi eşitmir. Ayədə haqqında danışılan şəxslərin ürək və qulaqlarının möhürlənməsinin, gözlərinə isə pərdə çəkilməsinin Allaha aid edilməsi onunla əlaqədardır ki, bu işlərə həmin xasiyyəti verən məhz Allahdır. Dünyada bu işin tam əksi də müşahidə edilir. Belə ki, Allah-u Teala təqvalı olub, düzgünlük yolunu seçən insanın haqqı nahaqdan seçmək qabiliyyətini gücləndirir. Necə ki, Ənfal surəsinin 29-cu ayəsində deyilir. Ey iman gətirənlər!
Əgər Allahdan ona qarşı çıxmaqdan çəkinsəniz, o sizə haqla nahaqqı ayırmaq üçün bir vasitə sayəsində haqla batılı bir-birindən ayıra biləcəyiniz bəsirət verər. Gündəlik həyatımızda da bu kimi halların şahid oluruq. Elə insanlar var ki, müəyyən bir günah edir və özü də günah etdiyi ilə razılaşır, öz əməlinə görə narahat olur. Lakin həmin günahı dəfələrlə təkrar etməklə tədricən ona adət edir, narahat olmur. Əksinə, gördüyü işdən xoşhal olur. Hətta bunu özünə bir vəzifə sayır. Tarixin böyük cinayətkarlarından olan Həccac İbn Yusif öz cinayətlərini örtbasdır etmək üçün deyirmiş ki, bu cəmaət günahkardır. Ona görə də mən onlara zülm etməliyəm. Çünki onlar buna layiqdirlər. O törətdiyi cinayətləri sanki Allah tərəfindən ona tapşırılmış bir iş kimi qələmə verirdi. Çingiz xanın sərkərdələrindən biri İranın sərhəd şəhərlərindən birinə deyirmiş ki, siz Allahın günahkarları cəzalandırmasına inanırsınızsa, bilin ki, Allah bizi sizlərə məhz cəza olaraq göndərmişdi. Buna görə də bizə qətiyyən müqavimət göstərməyin. İnsanlar hidayət olunmayacaqlarsa, daha peyğəmbərlər nə üçün israr edirlər? Haqqında danışılan ayələrlə bağlı qarşıya çıxan ikinci sual bundan ibarətdir ki, sözügedən insanlar hidayət olunmayacaqlarsa, onda peyğəmbərlərin onları dinə dəvət etməkdə israrlı olmalarının səbəbi nədir? Lakin bir məqama diqqət yetirməklə bu suala aydınlıq gəlir. O da bundan ibarətdir ki, Allah Taala'nın cəzası həmişə insanın əməlinə görə verilir. Kimsə sırf pis adamdır deyə onu cəzalandırmaq olmaz. Əvvəlcə onu haqqa dəvət etmək lazımdır. Əgər qəbul etməyib içindəki pisliyi üzə çıxartsa, onda cəzaya layiq olar. Bu artıq höccətin tamamlanması deməkdir. Əks təqdirdə bu sanki cinayətkarı cinayətdən qabaq cəzalandırmaq olar. Deməli, kimisə əməlinə görə cəzalandırmaq mütləq həmin əməlin icrasından sonra mümkündür. Həmin əməlin həyata keçirilməsinə hazırlığa görə cəza vermək olmaz. Üstəlik, peyğəmbərlər təkcə belə insanlar üçün göndərilməyib. Bunlar cəmiyyətdə azlıq təşkil edən şəxslərdir. Cəmiyyətin böyük əksəriyyəti o insanlardır ki, yanlış yolda olsalar da düzgün təlim-tərbiyə nəticəsində haqqı qəbul edib düz yola gələrlər. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.